Yenə Resulullah sallallahu aleyhi və səlləm bizə başqa bir anlayış, başqa bir termin öyrədir. Pəhləvan kimdir deyə soruşur. Səhabələr deyirlər ki, rəqibini güləşdə, döyüşdə, savaşda məğlub edən şəxs pəhləvandır. Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, əsil pəhləvan qəzəbləndiyi zaman qəzəbini udan şəxsdir. Burada nə edir? Müsəlmanların nəzərində qəzəbi məğlub etməyi daha cəlbedici hala gətirir. Qəzəbli olmaq, daim coşan biri olmaq, daim bağırıb çağıran, saman alığı kimi deyilən bir qəzəbə sahib olmaq təriflənən deyil, qınanan bir şeydir. Resulullah sallallahu aleyhi və səlləm bununla bizim zehin dünyamızda əsil pəhləvanın, əsil güclü şəxsin, əsil mərd adamın o kəs olduğunu göstərir ki, qəzəbləndiyi zaman Allah üçün qəzəbini udar. Qəzəbləndiyi zaman da Allah üçün qəzəblənər. Baxın, Resulullah sallallahu aleyhi və səlləm pəhləvan heç qəzəblənməyən adamdır demir. Heç qəzəblənməyən adam laqeyd adamdır. Heç qəzəblənməyən adam məsuliyyətsiz adamdır. Heç qəzəblənməyən adam vecsiz adamdır. Bu başqa şeydir. Ümmətin dərdi ilə dərdlənən adam qəzəblənər. Ümmətinin çətin vəziyyətini gördükdə qəzəblənər. Kafirlərin Allaha qarşı üsyanını gördükdə qəzəblənər. Amma Resulullah sallallahu aleyhi və səlləm burada bizim insanlar arasındakı, qardaşlarımız arasındakı qəzəbimizi udmağımızdan və onunla mübarizə aparmağımızdan danışır.